Bakı şəhər sakini Cabbarov Xəyal İsaqoğlu özlərini iş adamı kimi təqdim edən ata-bala İmanov Sadiq və İmanov Sahil tərəfindən aldadıraraq şəxsi əmlakı əlindən alınıb. Bu barədə doğru aza şikayət xarakterli məlumat ünvanlanıb. Şikayətçi bildirib ki, İmanov Sadiq və İmanov Sahil əvvəlcə Xəyal Cabbarova yalan vədlər verərək yaşayış evini satmasını istəyiblər. Daha sonra onlar zərərçəkənə deyiblər ki, güya sənə 2-3 aydan sonra yeni mənzil alıb verəcək və iş qurmağa kömək edəcək. Zərərçəkən şəxs isə qəssab köməkçisidir, maddi vəziyyəti aşağıdır. Deyilənə görə artıq 8 aydır ki, nə ev, nə də verilən vədlər yerinə yetirilib. Həmin ərəfədə dələduzluğa məruz qaldığını başa düşməyən Xəyal Cabbarov onlara bir daha müraciət edərək şəxsi avtomobilini satmaq istədiyini bildirib. Onlar isə növbəti dəfə bu şəxsi aldadaraq deyiblər ki, həmin Hyundai Sonata markalı avtomobili bizə sat, üzərində də 10.000 ABŞ dolları ver. Biz isə sənə Hyundai Sonata F markalı avtomobil verək. Bu şəxs də yenidən dələduzluğun qurbanına çevrilərək onların dediyinə inanaraq avtomobili onlara satıb və əlavə 10.000 ABŞ dolları pul verib. Sözü gedən avtomobili İmanov Sadiq və İmanov Sahil zərərçəkən Xəyal Cabbarova etibarnaməsiz veriblər. Bu minvalla da onu bu cür 3-4 ay aldadıblar. Xəyal da yaxınlarının təkidi ilə satdığı Hyundai Sonata markalı avtomobilin etibarnaməsini bu şəxslərə verməyib. Zərərçəkən dəfələrlə onlara zəng edib görüşmək təklifi etsə də onlar buna məhəl qoymayıblar. Yalnız telefon vasitəsilə danışıq aparıblar. Çarəsiz qalan Xəyal Cabbarov onlara sonda təklif edib ki, zorla satdığı evin pulunu geri qaytaracaqları təqdirdə onlara Hyundai Sonata markalı avtomobilin etibarnaməsini verəcək. Ata-balalar da Xəyaldan dələduzluq yolu ilə aldığı Hyundai Sonatanı başqa bir şəxsə satıblar. Bu şəxs də təsadüfən zərərçəkəni tanıdığı şəxs olub. Həmin şəxs də bu ata-baladan şikayətçidir. Zərərçəkən Xəyal Cabbarov iddia edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də onun bu müraciətinə baxılmayıb. Bundan başqa adı çəkilən şəxslər Allahverdiyev İxtiyar Tofiq oğluna qarşı da dələduzluq ediblər. Belə ki, onlar Sumqayıt şəhərində yerləşən Mustang avtosalonun sahibi Anar Abbasovla əlbil olaraq İxtiyar Allahverdiyevə 21 manata sənədsiz maşın veriblər. Daha sonra isə İxtiyar Allahverdiyev məsələni aydınlaşdırmaq üçün avtosalona gedib. Avtosalondan dələduzluğa məruz qalan şəxsə bildirilib ki, istədiyi quruma şikayət edə bilər. İxtiyar Allahverdiyevin sözlərinə görə Mustang avtosalonun sahibi də Sadiq və Sahil İmanovlarla əlbir olaraq bu dələduzluğu həyata keçirib. Şikayətçi buna səbəb kimi həmin dələduzların vəzifəli tanışlarının olduğunu və məsələyə baxılmaması üçün əllərindən gəldiyini etdiklərini göstərib. Adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.